Azərbaycan Respublikasının xalq artistinə qarşı sanatoriyada hörmətsizlik olub. Demək olar ki, o da küsüb inciyib. Tariyel Qasımov Bilgə Kardioloji Sanatoriyasında hörmətsizlik olub. Yəni Tariyel Qasımova qarşı böyük aktyorumuzdur, çox gözəl filmlərdə çəkilib. İnsan kimi də gözəl insandır. Bu necə ola bilər? Bax, niyə düşünmürsünüz ki, bu insanlara diqqət lazımdır da. Rubrika.az xəbər verir ki, bu barədə qaynar infoya aktyorun özü məlumat verib. Onun sözlərinə görə buna səbəb aktyora göndərişdə göstərilən tək otağın verilməməsi olub. Təbii ki, belə adamlar mütləq istəyir ki, tək otaqda yaşasınlar, otursunlar, dursunlar. Yəni, onlar üçün bu daha rahatdır da, həm də tanınmış adamdır. Bir həftə qaldım, çox pis şərait var. İnsanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib gedirəm. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib. Davranışını, özünü idarə edə bilmir. Göndərişim var. Orada hər şey qeyd edilib. Mən də həmin sənədə əsasən dedim ki, otaqda tək qalmaq istəyirəm. Mən həmişə tək qalmışam. Adamla qala bilmirəm, Tariyel müəllim deyib. Təbii ki, rəhbərliyə deyib. Bu da normal bir şeydir. Direktor isə mənim otağıma ikinci bir adam göndərdi. Dedim ki, axı mənim sənədimdə tək adamlıq otaq yazılıb. Nə mənə baxdılar, nə də əlimdəki sənədə. Odur ki, acıq edib çıxdım. Can Tariyel müəllim və acıq edib sanatoriyadan çıxıb. Demək, müalicəsi də yarımçıq qalıb. Dincəlmək də istərdi. Bu da yarımçıq qaldı. Bir şey olar, ildə bir dəfə qonağa göndəriş alırdım. O da batdı. Yəni bir şey var idi də, mənə olan bir diqqət var idi. İldə bir dəfə göndəriş alırdım. Bir o göndəriş də batdı, getdi. Artıq o sanatoriya üz tutmayacağım. Biraz səbirli olun. Tariyel Qasımov, Sara Səfra Bahadurdan bu qədər.